Şəhərin mərkəzində Heydər Əliyev adına parkın və Misir parkının qarşı hissəsində yerləşən gözəl bir hündür mərtəbəli binadan sizləri salamlayıram. Qanuni 90 kvadrat metrdən ibarət 3 otaqlı mənzili sizlərə çəkib təqdim edirəm. Təqdimat elədim sizlərə ən birinci gözəl qonaq otağından. Mənzilimiz 90 kvadratdır, qanuni 3 otaqdır. Yel çəkən mənzildir. Dəyərli müştərilər, bu evin üstün cəhətləri çoxdur. Yəni say bitmir. Ən böyük üstün cəhətin birini onları sizə qeyd edeyim, hətta ikisini deyəcəm. Ən birincisi məktəbin tam yanındadır. Mətbəx hissəsindən sizlərə mən məktəbi təqdim eləyəcəm. Baxın, qonaq otağı ilə sizləri tanış elədim. 2 dənə pəncərəsi var, özünə məxsus gözəl görkəmli də təmiri var. Bura bizim evin əsas giriş qapı hissəsidir. Sağ istiqamətlə belə güzgü ilə bir şkaf yığılıb, kiçik. Lüstrlər, pərdələr hamısı əmlak sahibindən quraşdırılıb. Burada yataq otağımızın biridir, qonaq otağı, böyük yataq otağı, eyvana çıxış və mətbəx hissəsi. Gəlin, giriş qapı hissəsindən sizlərə əsas bir şey izah edeyim. Bu mənzilin özünə aid bir 6 kvadrat metrə yaxın şəxsi bir mənzilə aid bir deposu var. Görürsünüz, bura depoya girişdir. Mənzilin giriş qapısının böyük hissəsindədir. Lift var. Bir sözlə, mənzildə yoxdur, sözü yoxdur, dəyərli müştərilər. İkinci bir üstünlüyünü sizlərə deyim. İkinci üstünlüyü odur ki, bazarın tam qarşısına yerləşir. Xırdalan şəhərinin, Təzə bazarının tam olaraq giriş hissəsində. Bura bizim geniş ölçüyə malik yataq otağımızın biridir. Ümumilikdə 90 kvadratdan, qanuni 3 otaqdan yel çəkən mənzildir. Dəyərli müştərilər, satışda sizin də əmlaklarınız varsa, buyurub bizimlə əlaqə saxlayın. Tez bir zamanda, istər satılmasında, istər alınmasında, istər kiraya verilməsində belə sizlərə tez bir vaxtda köməklik göstərə bilərik. Ümumi sanuzellərimiz buradadır, ayrı-ayrılıqdadır. Bura hamam otağıdır. Baxın, bura hamam otaqları. Bütün aksesuarlarıyla ev sahibi tərəfindən təmin olunub. Asma tavandır hamamda. Burada yerləşir əv yolu hissəsi. Havalandırma sisteminə qədər hər bir şəraiti var. Burada böyük yataq otağımızdır. Hər bir otaqda özünə məxsus kondisionerləri var. Bunlar mənzilin içərisində qalır. Bura böyük yataq otağıdır. Buradan da eyvan hissəsinə çıxışdır. Qiymət videonun alt hissəsində açıqlanacaq. Zəhmət olmasa videomuzu bəyənin, kanalımıza abunə olun. Satışda sizinlə yeni gözəl mənzilləriniz varsa, buyurub bizimlə əlaqə saxlayın. Tez bir zamanda satışına köməklik göstərək. Mətbəx hissəsi qranitli yeri, isti döşəmədir. Kollektor sistemi mətbəxdə yığılıb, mətbəx mebeli ilə təchiz olunub. Bura məktəbdir. Bura eyvan hissəsidir. Eyvanda kombi, eyvan plastik pəncərə vasitəsilə bağlanıb. Dəyərli müştərilər, vaxtınızı ayırıb izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.